Əlbəttə ki, özümüz qururuq. Mağazində tonqal satırlar. Satırlar, heç görmüsünüz? Yox, vallahi heç görməmişəm, heç şahidi də olmamışam. Novruz bayramının atributlarından sayılan bayram tonqalı şəhərdə bir çox yerlərdə satılır. Hazırda isə Rahat Marketlər şəbəkəsinin filiallarından birindəyik. Burada tonqalın qiyməti 17 manat 80 qəpikdir. Bayram tonqalını mağazadan necə almaq olar? Qabaqcığı zibilli idi. Ona görə onu tapıb, düzəldirdik. Amma indi hər şəhər tərtəmizdir. Heç nə tapa bilmirik ki, onu yandıraq. Bravo Marketlər şəbəkəsinin filiallarının birindəyik. Burada əlimdə gördüyünüz eyni ölçülü bayram tonqalının qiyməti 18 manat 50 qəpikdir. Balazaqdan həmişə özümüz taxtaları yığmışıq, düzəltmişik, özümüz hazırlayacağıq adətənləri qurum olaraq. Yəni mağazadan almaq bizlik deyil də, özümüz qururuq, eləən kəsirik. Köhnə adət-ənənələrə uyğun olaraq edirik də. Yəni əvvəldən yığmışıq, özümüz qalamışıq da ona görə. Bayram tonqalını öz adət-ənənələrimə sadiq qalaraq özüm qalayıram, özüm doğrayıram, özüm yandırıram, axırda da üzərindən atlayıram. Bax bu isə bizim Biznes TV əməkdaşları olaraq hazırladığımız bayram tonqalıdır. Bayram tonqalı əvvəllər kəndlərdə, qəsəbələrdə insanlar tərəfindən hazırlanardı, xoş xatirələri, adət-ənənələri xatırladardı. Güzəmləri yığın gedək, quzum yemir boz xəsili, qönçələnib hər yazda ömrümüzün 4 fəsili. Mən də xalqımızı İlaxır çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Süfrələriniz bol ruzlu olsun. Bayramınız mübarək.